1977-ci ildə istifadəyə verilmiş Arpaçay su anbarının ümumi tutumu 150 milyon kubmetrdir. Hal-hazırda Arpaçay su anbarında 78 milyon kubmetr su vardır. Həmin Arpaçay su anbarı vasitəsilə Şərur rayonu, Kəngərli və Sədrək rayonlarının 17 min hektar ərazisi suvarılır. Suvarma Arpaçayın sağ və sol sahil kanalları vasitəsilə həyata keçirilir. Arpaçay, Ümumilli lider Heydər Əliyevin təşəbbüsü və birbaşa göstərişi ilə 1977-ci ildə tikilmiş strateji infrastrukturu layihəsidir. Su anbarı 48 ildir ki, Şərur, Kəngərli və Sədərək rayonlarının kənd təsərrüfatı, suvarma və içməli su ehtiyaclarını təmin edən mühüm obyekt kimi regionun inkişafında böyük rol oynayır. Ölkə başçısının fevralın 21-də imzaladığı Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün tədbirlər planında Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulmasının nəzərdə tutulması, bölgədə kənd təsərrüfatının və nəticə etibarı ilə sosial-iqtisadi sahələrin inkişafına mühüm təsir göstərəcək. Cənab Prezidentimizin verdiyi sərəncamın bizə çox böyük köməkliyi olacaq. İnşallah bundan sonra da çalışacağıq ki, əkinçiliyimizi daha da böyüdək, iqtisadiyyatımızın inkişafına kömək olaq. Arpaçay su anbarından gələn sulardan da hamısını istifadə edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də sərəncam verdi. Bu illəri su problemlərimiz hamısı həll olunacaqdır. Biz bugünkü gündə suyumuz nə qədər çox olduqca, nə qədər yaxşı olduqca bizim də işlərimiz hasadlaşır. Düzdür, Arpaçay su anbarında olan su ötən illə müqayisədə hələlik azdır. Mütəxəssislər bunu 2024-cü ilin yağıntılı, ötən ilin isə quraq keçməsi ilə əlaqələndirirlər. Lakin gözləntilər nikbindir. Bu il qışın yağıntılı keçməsi nəticəsində yaz aylarında anbarda suyun artacağı ehtimalı çox böyükdür. Suvarma mövsümü başlayana qədər Arpaçay su anbarında suyun miqdarının kifayət qədər olacağı gözlənilir. Bu isə gələcəkdə həmin ərazilərin suvarılması üçün yaxşı bir şərait yaradacağına zəmin verir. Arpaçay su anbarı Muxtar Respublika bazarlarını bol məhsulla təmin etməklə yanaşı, ixrac imkanlarına da rəvac verir. Ölkə Prezidentinin imzaladığı sərəncamla təsdiqlənən tədbirlər planı isə zəhmətkeş şərurluların torpağa bağlılığını daha da artıracaq. Hafizə Əliyeva, Təxminə Babayeva, Hidayət Seyidov, NTV Xəbər.